الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، ونشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدًا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم، ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. فإن أصدق الحديث كلام الله، وخير الهدي هدي محمد صلى الله عليه وسلم، وشر الأمور محدثاتها، وكل محدثة بدعة، وكل بدعة ضلالة، أعاذنا الله وإياكم منها. Möhtərəm müsəlmanlar, hər şeydən öncə öz nəfsimə, sonra da sizlərə Allah Subhanahu və Teala'dan layiqincə qorxmağı tövsiyə edirəm. Həqiqətən təqva hər bir xeyrin başıdır. Rəbbimiz Quran-ı Kərimdə buyurur: وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى. Təqvanı artırın, acügəni artırın. وَتَزَوَّدُوا, acügəni artırın deyə Rəbbimiz bizlərə buyurur. Və sonra buyurur ki: فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى. Ən xeyirli acügə təqvadır. Çünki müminin bu dünyadan ən gözəl aparacağı təqvadır. Çünki təqva bütün xeyirlərin başıdır, açarıdır. Və elhamdülillah, gözəl bir gündəyik, bayram günündə. Bugün sevinç günüdür. Bugün sevindirmək günüdür. Və bugün İslam'ın iki bayramından birisi olan Eidul Adha, Qurban Bayramı günüdür. Və bugün Müslümanların sevinç günüdür. Halal üzərində Allah Resulü sallallahu aleyhi ve sellem Medine'ye gelerken gördü ki insanlar iki bayramı seçip onu bayram edirlər, sevinirlər. Ve buyurdu ki Allah Subhanahu ve Teala sizlere ondan daha hayırlı iki bayram bıraktı. Buyurdu. Onlardan birisi Ramazan bayramıdır ve ikincisi ise Kurban bayramıdır. Ve hakikaten bu bayramlar dikkat etseniz görersiniz ki hayır emellerden sonra gelir. Necə ki Ramazan bayramı son 10 gündən sonra, fəzilətli günlərdən sonra gəldiyi kimi Qurban bayramı da Allah'a en sevimli olan 10 gündən sonra gelir. Necə ki hadislerde de buyurulur ki Ahabbul eyyami ilallah, Allah Subhanahu ve Teala'ya en sevimli olan 10 gündən sonra Qurban bayramı gelir. Çünkü bu günlerde birçok emeller cəm olub. Hansı ki onları fəzilətli edir. Qurban kəsmək, həcc etmək, Ərəfə günü oruç tutmaq, bu gözəl əməllərdən sonra bayram günü gelir. Hansı ki Müslümanların sevindiği gündür. Necə ki Rabbimiz Quran-ı Kerimdə buyurur ki قُلْ بِفَضْلِ اللّٰهِ وَبِرَحْمَتِهِ فَبِذَٰلِكَ فَلْيَفْرَحُوا. Allah'ın fəzilətiyle, rəhmətiyle sevinin. Bugün sevinç günüdür. Sevindirmek günüdür. Hansı ki övladları, uşaqları sevindirmek günüdür. Kasıbları, miskinleri sevindirmek günüdür. Ve bugün kardeşlik günüdür. bağışlanma günüdür.
Çünkü bayram günü herkes birbiriyle halallaşmalıdır. Herkes birbirine xeyri emredip pisliklerden çekindirmelidir. Bayramdır diye günahlara cüret etmemelidir. Ve sevinç gününü de güzel geçirmelidir mümin. Allah'ın emirlerini düzgün şekilde yerine getirip qadağalarından çekinmelidir. Çünkü bugün halal olan nimetlerle sevinmek günüdür. Kurban kesip Allah'a yakınlaşmak günüdür. Ve kurban Allah Subhanahu ve Teala'ya yakınlaşmak için en güzel emellerdendir. İbrahim Aleyhisselam'ın ve Peygamberimiz sallallahu aleyhi ve sellem, Muhammed sallallahu aleyhi ve sellemin en güzel sünnetlerindendir. Ve kimin gücü çatırsa bu güzel sünneti ihya edir, onu yaşadır. Çünkü bugün kasıbları, fakirleri yad etmek günüdür. Hastaları ziyaret etmek günüdür. Çünkü bugün de mümin sevindiği kimi Müslümanları da, müminleri de sevindirmelidir. Ve bugün şükür etmek günüdür. Çünkü bütün nimetler şükürle artır. Necə ki Rabbimiz buyurur ki: "La in şekertum la azidennekum." Şükür etseniz nimetlerimi artıraram. "Ve la in kefertum inne azabi leşedid." Eğer küfür etseniz, karşı gelseniz benim azabım çok şiddetlidir. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. آمنوا اذكروا الله ذكرا كثيرا وسبحوه بكرة وأصيلا. Muhterem kardeşler, bugün nefsimizi temizleme günüdür. Nefsimizde olan kini, küdreti, insanlara olan buğdu, hesedi nefsimizden çıkarmak günüdür. Çünkü insanın kalbinde eğer kin küdret olarsa o hiç vakit rahatlık tapabilmez. Onun için her birimizin hayatında böyle hallar olur. Görürsen ki yakınlarımızla, komşularımızla, qohum əqrabamızla müəyyən sıkıntılar olur insanda. Ve onlardan halallaşma günüdür bugün. Temizlenme günüdür. Nefsimizi hesaba çekmek günüdür. Çünkü bugün insan halallaşmazsa, bugün temizlenmezse, yəqin ki hiçbir gün temizlenmez. Çünkü hayır emellerden sonra bu güzel günü mümin yaşayır. Allah Subhanahu ve Teala lütfedip ki mümin bugün de sevinsin, Rabbine şükretsin ve nefsini temizlesin, onu hesaba çeksin. Necə ki Ömer İbn Xattab radıyallahu anhu buyurur ki: "Hasibu enfusakum qabla en tuhasabu." Nefsinizi hesaba çekin, hesaba çekilmemişten önce. "Vel yevme amelun bila hisab ve gaden hisabun bila amel." Bugün amel var, hesap yoktur. "Ve gaden hisabun bila amel." Ve sabah ise hesap var, amel yoktur. Onun için mümin gerek bunları düşünsün. Ve bu günlerde, bu faziletli günlerde nefsini hesaba çeksin. Çünkü nefs her zaman pislikleri emredir. Necə ki Rabbimiz Kur'an-ı Kerim'de buyurur ki: "İnnen nefse le emmâratun bis-sû." Həqiqətən nefs her zaman pislikleri emredir. Hiç zaman sana yaxşılıkları emretmez. Onun için de İnsan gerek nefsini hesaba çeksin, onu terbiye etsin. Bu cür güzel günlerde nefsine galip gelsin. Çünkü bazen insan
nəfsinə qalib gələ bilmir. Küslü olan insanlarla addım ataraq onlarla barışa bilmir. Onlara qarşı olan kini, küdrəti, sıxıntını qəlbində olan çıxara bilmir. Və düşünsün ki, bunlar Allah üçün etməlidir mümin. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Mən tərəkə şeyən lillahi, avvadahullahu xayran minha." Kim bir şeyi Allah üçün tərk edərsə, Allah subhanahu wa ta'ala onu ondan xeyirlisiyle əvəzləyər. Və başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Mən təvada'a lillahi rafa'ahullah." Kim Allah üçün təvazükarlıq edərsə, Allah subhanahu wa ta'ala onu ucaldar. Onun üçün nəfsimizə uymayaq. Kiminləsə sıxıntımız varsa, onunla halallaşaq. Valideynlərimizə bu gündə yaxşılıq edək, onları sevindirək, övladlarımızı sevindirək, qoy onlar da bu gözəl günü hiss etsinlər. Bu gözəl İslamın əzəmətli bayramlarını dərk etsinlər və onların zehnində, qəlbində bunları biz toxum olaraq əkməliyik ki, onlar da onu gələcək nəsillərə yaşatsınlar. Və eyni zamanda kasıblara əl tutmalıyıq, kömək etməliyik. Xəstə insanlar hansı ki, onlar gəzib, durub, ziyarət edə bilmirlər, onları yad etməliyik, onları ziyarət etməliyik, onları sevindirməliyik. Ondan sonra qohumlarımızı, qonşularımızı, bütün ehtiyaclı insanları ziyarət etmək, onları sevindirmək bu günün xeyir əməllərindəndir. Onun üçün mümin xeyir əməllərə can atmalıdır, onları əldə etməlidir. Necə ki, buyurulur ki, "Səbiqu bil xeyrat", xeyir işlərdə yarışın, onlara qaçın. Çünki insana bu dünyada qalan yalnız onun xeyir əməlləridir. Çünki insan nəfsinə uyarsa, uduzmuş olar. Nəfsinə qalib gələ bilməzsə, cənnəti qazana bilməz. Çünki qiyamət günü bizlərə yalnız sağlam bir qəlb fayda verəcək. Necə ki, Rəbbimiz Qur'an-ı Kərimdə buyurur ki, "Yevmə la yenfə'u malun və la banun İllə mən ətəlləhə bi qalbin səlim." O gün nə mal dövlət, nə də ki, oğul uşaq sənə fayda verəcək. Yalnız illə mən ətəlləhə bi qalbin səlim. Yalnız səlim qəlbdən başqa, sağlam qəlbdən başqa. Və bu gündə, bu bayram günü də qəlblərin salamat etmək günüdür, sağlamlaşdırmaq günüdür. Qəlbimizdə olan bütün kini, küdrəti çıxarmaq günüdür. Çünki əgər bir müminin qəlbində kin olarsa, küdrət olarsa, onun imanı ona fayda verməz. Onun qəlbində kibir olarsa, onun cənnətə girməsinə mane olar. Onun üçün çalışmalıyıq ki, bugün də halallaşaq. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm bir gün sahabələrinə cənnətdən olan bir kişini göstərmək müjdəsini verir. Deyir ki, cənnətdən olan, cənnət əhlindən olan birini görmək istəyirsinizmi? Deyə onlara deyir. Və cənnətə susamış, cənnət üçün çalışan, ən çox çalışan sahabələr deyirlər, əlbəttə ey Allahın Resulü sallallahu aleyhi və səlləm. Onda deyir, Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, qapıdan gələn o insana, qapıdan girən o insana baxın. Və sahabələr görürlər ki, adi bir insandır, qapıdan gəlir, qapıdan girir və ona Allah Resulü sallallahu aleyhi və səlləm cənnətin müjdəsini verir. İbn-i Ömər radiyallahu anhu necə ki sünnədə çox şiddətli idi sünnəni yerinə gətirməkdə. Allah Resulü sallallahu aleyhi və səlləmin bütün sünnələrini ən sıx şəkildə, ən gözəl şəkildə çalışırdı yerinə gətirsin. Və çalışır ki, və istəyir ki, baxsın, görsün ki, o insan nə əməl edir ki, o cənnəti qazanır bu dünyada. Və fürsət tapır, o insanın evində 3 gün qonaq qalır. Və bilirsiniz ki, qonağın 3 gün qalma haqqı var.
ve onun evinde 3 gün kalır ve sonunda görür ki onun sahabelerden artık ettiği bir ibadeti yoktur. Namaz kılır, Kur'an okuyur, hayır emeller edir ve sonunda der ki ey filan kes, sen ne emel edirsen ki Allah Resulü sallallahu aleyhi ve sellem sana böyle bir müjde verdi. Ve der ki ben sizin ettiğiniz emellerden başka bir şey etmirəm. Ben de sizin kimi namaz kılıram, ibadet edirəm, hayır emellere çalışıram. Ancak bir emel var ki onu hiç zaman terk etmirəm. Deyir nədir o emel? Deyir yatmadan önce herkesi bağışlayıram. Kalbimi saflaştırıram, temizleyirəm ve ondan sonra başımı koyup yatıram. Ve deyir ki bu emel odur ki İbn Ömer radıyallahu anh deyir ki bu elə bir emeldir ki onu çokumuz bacarmırıq. Ona göre bu emel çetin olsa da düşünün ki ecri, savabı çoktur ve onun fəziləti çoktur ve cennete girmek için en büyük sebeplerdendir. Düşünme ki kiminse karşısında alçalarsan, kiminse karşısında ezilersen, necə ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki men tevâza'a lillahi rafa'ahullah, kim Allah için alçalarsa Allah için Allah subhanehu ve teala o kulunu ucaldar. Sen kimese göre yok, yalnız ettiğin emeli Allah için etmelisin. Ettiğin bütün emelleri Allah için etmelisin ki o sana fayda versin. Onun için de çalışmalıyız ki bugün nefsimizi hesaba çekeyim. Muhterem kardeşler, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. Bugün aynı zamanda Allah'ı yad etme günüdür, zikir etme günüdür, tekbirler etme günüdür. Ve insanın başı dünyaya karşılarak, sevince karşılarak tekbirler unutmamalıdır. Çalışmalıyız ki bayramın 3. günü akşama kadar bu zikirleri tekrarlayak. Çünkü bu dünyada Allah'ı zikretmekten daha güzel hiç ne yoktur. Ona göre Rabbimiz buyurur ki فَذْكُرُونِي اَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونَ. Beni hatırlayın ki ben de sizi hatırlayayım. Bana şükredin, küfür etmeyin diye Rabbimiz buyurur. Allah Subhanahu ve Teala bizlere eşli faydalanlardan etsin. İnna Allah ve melaiketehu yusalluna alen nebi. Ya eyyühellezine amenu zkurullaha zikran. Ya eyyühe innallaha ve melaiketehu yusalluna alen nebi. Ya eyyühellezine amenu sallu aleyhi ve sellimu teslima. Allahümme salli ve sellim ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد. Allah Subhanahu ve Teala bu güzel günde her birimizi bağışlasın. Allah Subhanahu ve Teala bu faziletli günde her birimize rahmetsin. Allah Subhanahu ve Teala ettiğimiz bu 10 günde ve bütün ettiğimiz günahları, bütün savabları bizden kabul etsin. Günahlarımızı bağışlasın Rabbimiz. Bu güzel günü güzel geçirmek, bu güzel günü bizlere müvaffak eden Rabbimize şükür etmeliyiz. Bunun sebebi var. İnsan gerek buna şükür etsin. Emin aman şeraitte insan bunu geçirebilirse, bunu karşılayabilirse buna şükür etmelidir. Çünkü nimetler şükürle artır. Allah Subhanahu ve Teala emin amanlığımızı daim etsin. Allah Subhanahu ve Teala ülkemizi korusun. Allah Subhanahu ve Teala bu güzel günde şehitlerimizi bağışlasın. Allah Subhanahu ve Teala gazilerimize şefa versin. Onların güzel balalarına, ailelerine sabır versin. Allah Subhanahu ve Teala onları hifzetsin, korusun. Güzel dini üzerinde sabit etsin. Allah Subhanahu ve Teala bütün Müslümanları hayır üzerinde sabit etsin. Rabbimiz ülkemizi ve bütün Müslüman ülkelerini korusun. Emin aman etsin.
Allah Subhanahu ve Teala her birimizi bağışlasın, affetsin bu güzel günde. Allah Subhanahu ve Teala ülke başçımızı hayır üzerinde sabit etsin, onu hifzetsin, korusun, hayır işlere müvaffak etsin. Allah Subhanahu ve Teala bütün Müslüman ülkelerini korusun. Allah Subhanahu ve Teala her birimizi eşli faydalanlarından etsin. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. وأقول قولي هذا وأستغفر الله لي ولكم ولسائر المسلمين وصلى الله وسلم على نبينا محمد وعلى آله وصحبه أجمعين.